16 bab. Sala şəhərdən çıxıb, çöl bayavallarını kezib, Siyon teği berib, zeminin hökümdarıga qoyunun qozularını tartı qılınla. Moab xalqi, uvustin qoğlanğan quşlağı oxşaş, Arnon dəryasıdan keçib ötüdü. Ula, mundaq deydi. Nemi qilishimizni bizga aytingla, bizni qo'g'dingla. Sizlarning panohliqinglar xuddi chimqi tushdiki soyga o'xshaydi. Bizda qo'g'langanlarni o'z panohinglarga ilinglar. Bizdek panohliq tilaguvchilardan yuz o'rmanglar. Moabdan sarson bo'lib kelgan bizlarni o'zinglar bilan birga turishga yo'l qo'yinglar. Bizni gumron qilmoqchi bo'lganlardan qo'rqtab qilinglar. Zalimlar cho'qim yo'qoladi. Vayronchilik oxirlashidi. Tajovuzchilar zemindan yo'qoladi. U chaqda Parvardigor ishonchlik bir podshohni tiklaydi. U podshoh Davud podshohning avlodlaridan bo'ladi. U rayim shafqat va haqqoniylik bilan hukmronlik qiladi. U doim odil va to'g'ri ishlarni qiladi. Biz Moablarning hakovurligini anglagan. Ular shundoq hakovur edi-ku. Ular hakovurligidan, kibrligidan ko'ranglab ketgan edi. Ammo ularning o'zlarini cho'ng chaqligini bekor bo'ldi-ku. Shuna Moablarning noli faryodiga eran qilmanglar. Moablarning hammasi o'zi uchun noli faryod qilsin. Ularning kirxarastiki kishmishlari qurib ketidi. Hashbon shahrining dalalaridagi ziroatlar qurib ketidi. Sipmoq shahridagi baroqson uzumzorliqlarmi yo'qoladi. Yot ellarning hukmronlari ularni kesib tashlaydi. Bu uzumzorliqlar Yazir şəhərdən ötüb çölləgiçə tutaşqan idi. Ular şaxlarını çıxırıb, dengizgiçə baraqsanlaşqan idi. Şuna mən Yazir bilən Sipmoqdakı aşı üzümzarlıqqa içinimən. Ey xəşbolluqlar və əlalıqlar, köz yaşlarımğa çilişib gitsizlər. Sizlərinin məy bağlab pişqan meyve çivənlər və mol hosul şatlıqınlar axırlışıdı. Şatlıq və xuşal külkənlər bağlarınlardan yoxuludu. Üzümzarlıqınlarda heç kim xoşallıq naxşılarını etmaydı. Şatlıq sadalarını yanratmaydı. Heç kim üzümlərini yançıb, üzüm şarabı yasımaydı. Sizlərinin xuşallıq sadalarınla axırlışıdı. Şu səbəbdən mənim yürküm xuddi matəm muzikisi çalğandək Moablar üçün yığılaydı. Qırxarəş şəhərinin xalqı üçün zarlanmaqdı mən. Moablar ibadət qışqı bağanda ular faqat özlərini bekarla avarı qılıdı. Ular butxanlarga berib dua qılsa, qılğan dualarının nemige faydası bolsun. Yuqoridagi vaqalar Parvardigorning Moablarga oldin bergan bishoratidir. Vaholanki Parvardigor mundaq deydi. Del 3 yildan keyin Moablarning shuhrati axırlışıdı. Gerçi ular shuncha ko'p bo'lsa-mu, ammo ulardan sanoqliqla odam qoladi. Shuncha bechora bo'lib qoladi.